Axşamınız xeyir mənim əziz izləyicilərim. Burada mənim sözüm Nadir Qafarzadəyədir. Əziz Nadir Qafarzadə. Sən müğənnisən, ürəyim. Get mahnılarımı oxu da, get mikrofonu al. Sən gedirsən, sənin nə vecinədir. Gedirsən bir də mikrofonu alırsan əlindən, oxuyursan 1000 manatı, 2000 biləm, neçə mini bizə 500 olsa, neçə? 6000. Aslında 5-6 min, ona 5-6 min verən nağıl yoxdur sənin. Yəni nə necəsə, sağlıqla qismət bizim nəyimizə lazım. Oxuyursan maral, gedirsən 1000 manatı, 2000 qoyursan cibinə, bomba kimi yaşayırsan. TikTok'a da opşi danışmaq olmaz. Opşi deyirsən ki, xanadır. Xananın ən yekəsi sən özün yaxşı bilirsən hardadır. Ən yekəsi xananın. Onları siz daha gözəl bilərsiniz. Burada da heç kimə opşi danışmaq olmaz. Yəni başa düşdün, burada normal insanlar da var, xəstələr var, nə bilim. Şəhid anaları girir bura, şəhid bacıları girir bura TikTok'a. Sən opşi xana sözünü deyə bilmərsən TikTok'a. Xananın, yenə təkrar edirəm bu sözü, xananın ən yekəsi sən özün yaxşı bilirsən hardadır. Başa düşdün? Neynəsin cəmaət? Pul qazanırlar da. Otururlar TikTok'da pul qazanır. Neynəmədilər? Geçsin 400 manat maaşa görə bir ay işləsin. Səni səhər saat 9-da, axşam saat 9-da kimi aparıb qoysunlar marketdə işlə. 400 manat, 350 manat maaşa görə. İşləyərsən? Yox. İşləmərsən axı. Cəmaət oturub burada pul qazanır. İndi qazananlar qazanır da. Onun sənin dəxli var. Deyəsən reytingin zadını düşübdü. Bu müğənnilər hardan gəldi, girdi TikTok'a? Bunların işi gücü yoxdur. Gedin mahnınızı oxuyun da ay bala. Hər kəsin öz sənəti var da. Biri TikTokerdir, biri blogerdir, biri müğənnidir. Sən necə də öz işinlə məşğul olmuşsan? Kimin də reytingi düşür, soxurlar özlərini TikTok'a. Yalanına kiməsə söz buraxırlar. Gördü bu ağıllıdır.